Deməli, əziz qardaşlar, bu da Hyundai Palisade 3.8 motor limited. Maşının bax, zədə hissəsi bir dənə budur. Qabaq farası qoyulub, qabaq buferi qoyulmalıdır. Distronikəsən yerindədir. Görürsünüz, bax, fara, bax, bu ikisi, bəlkə də içindədir, indi ona da baxacaq. Amma qabaq hissədə heç bir zədə falan bax, yoxdur. Görürsünüz, şiverlir, hamısı yerində. 3.8 motordur, head-updır. Qəşən maşındır ya, deyimsə, bilərsiniz, bax, bu da belə nömrə ilə VIN kodu çəkdim. 360'ı da var. Lux sunroof. İkisi də axıracan. Buna bax, elektron pribor, yekə monitor, rul qızdıran, soyudan, hər şey da. Qabaq bufer içində, indi böyle, bufer içindədir, qardaş. Bufer içində, far içində, aşağı deysən farası qırıqdır, yuxarı içindədir. Şunurlar içində. Maşallah, 7 yerdir, nədir, 8 yerdir ondan. Bu da bunun 24, bu da bunun Carfax'ı. Çox qəşəng maşındır. Həddən artıq. 65'dən harca 17.500 dollardan çıxır. 2024 bir qaynandır. 51.700 mil yürüyüşü var. Çox gözəl maşındır. 3.8 motor. Buna hər qrup atacam, Rusiyada yarayır.